Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Ve ala ehli beytihi teyyibine tahirin. Ve la'netullahi ala a'daihim ecma'in. Minel an ila yevmiddin. قال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن تعدوا نعمة الله لا تحصوها صدق الله العلي العظيم. Yeniden sizleri hoş gördük, əziz və dəyərli izləyicilər. Bildiyiniz kimi Şaban ayıdır, mübarək aydır. Bu ayda oruç tutmaq müstəhəbbidir. Bu ayda oruç tutmaq təkidli müstəhəbbidir. Çox sifariş olunub ki, bu ayda insan oruç tutsun. Əgər eləyə bilərsə, bu ayın hamısını oruç tutsun. Eləyə bilməzsə, 13-ü, 14-ü, 15-i günlərin oruç tutsun. Və bu ayda çox əlamətdar günlər var. Bu günlərdən biri də Ağa Əli Əkbərin dünyaya gəlməyidir. Biz keçən söhbətimizdə bir qədər Ağa Əli Əkbər əleyhissalatu vəssalamın haqqında danışmışdıq ki, Ağa Əli Əkbər İmam Hüseyn əleyhissalatu vəssalamın oğludur, onun böyük oğludur və bugünkü söhbətimizdə, mövzumuz da həmən söhbətimizin davamıdır. Çünki əzəmətli şəxslərdən nə qədər danışsaq, yenə də azdır. Nə qədər çalışsaq, onların kamil sifətlərini nəql eləyək, yenə də azdır. Amma insan əzəmətli şəxslərin tarixinə baxanda, onların haqqında məlumat toplayanda, təbii ki, özü üçün də onların həyatından əxlaq götürür, onların həyatından örnək götürür və özünü dünyada kamala çatdırır. Ağa Əli Əkbər əleyhissalatu vəssalam o şəxslərdəndir ki, insanlara örnək olar, insanlara nümunə olar, insanlar onun həyatından özləri üçün tərbiyə götürərlər. Biz keçən söhbətimizdə də işarə elədik, Ağa Əli Əkbər məsum deyil və lakin məsumların cərgəsindədir, onların sırasındadır. Ona görə də böyük alimlərimiz mötəbər kitablarda, Usul-i Kafi kitabında, Təhzib kitabında, belə bir kitablarda böyük alimlərimiz Ağa Əli Əkbər əleyhissalatu vəssalamın fəzilətini nəql ediblər. Fəzilətini nəql ediblər ki, bu ağa hansı fəzilət sahibi idi, nə əzəmət sahibi idi ki, Allah buna nə qədər əzəmət vermişdi. Biz keçən söhbətimizdə işarə eləmişdik, Ağa Əli Əkbər əleyhissalatu vəssalam buyururlar ki, bir cavan idi, xoş sima, gözəl və özü də ki, Peyğəmbərə oxşuyurdu. Həm zahiri baxımı, həm onun məntiqi Peyğəmbərə oxşuyurdu. Yəni, xilqət baxımından da Peyğəmbərə oxşuyurdu. Eyni zamanda o böyük sifətlər, kamil sifətlər ki, Peyğəmbərimizdə cəm olmuşdu, buyururlar ki, Ağa Əli Əkbər əleyhissalatu vəssalamda bu sifətlər cəm olmuşdu. Ona görə də Peyğəmbərimizin haqqında Həzrəti Əlidən sual elədilər. Dedilər, ya Əli, Peyğəmbərin əxlaqı haqqında nə deyə bilərsiniz? Onu saya bilərsinizmi? Həzrəti Əli belə cavab verdi. Buyurdu, İn ta'uddu ne'mətəllah la tuhsuha. Allah buyurur ki, əgər siz Allahın neymətlərini saymaq istəsəz, onları sayıb qurtara bilməzsiniz. Halbuki, dünya neymətləri üçün Allah buyurur, Bismillah, qul məta'ud dünya qalilun. Dünya neymətləri, dünyada olan əşyalar, dünyada gördüyümüz neymətlər, bunlar azdır, bunlar çox deyil, dünya sərmayəsi azdır. Halbuki
Allah bunu az bilə-bilə, amma buyurur, siz onu saya bilməzsiniz. Amma Peyğəmbərin əxlaqında isə Allah buyurur, Bismillah, innəkə ləələ xuliqin əzim. Ya Peyğəmbər, sən böyük əxlaq sahibisən. İndi az bir şeyi əgər biz saya bilmiriksə, böyük bir şeyi necə saya bilərik? Həzrəti Əmir belə cavab verdi ki, Peyğəmbər elə bir əxlaq sahibi idi ki, Allah onun əxlaqını tərif eləyir, biz onu sayıb qutara bilmərik. Mən Peyğəmbərin əxlaqını sayıb sizə çatdıra bilmərəm. Çünki o qədər böyükdir, o qədər əzəmətlidir, o qədər çoxdur. İndi mən bunu demək istəyirəm ki, Ağa Əli Əkbər həm xilqət baxımından, həm məntiqi baxımından Peyğəmbərimizə oxşarı var idi, Peyğəmbərə oxşuyurdu. Hətta Peyğəmbəri görmək istəyənlər Əli Əkbərə baxırdılar. Peyğəmbərin o nurani çöhrəsini, Peyğəmbərin o yol getməyini, Peyğəmbərin o gözəl məntiqini Əli Əkbər ağadan alırdılar və ona o Peyğəmbərin o belə deyək, o gözəlliyini Əli Əkbər ağadan alırdılar. Deməli nəticədə budur ki, Ağa Əli Əkbər əleyhissalam o qədər əzəmətli və əxlaq və məntiq sahibi idi ki, onun əxlaqını, onun məntiqini burada açmaq, demək, bu naqis dilimizdən bizə çətindir və biz onu eləyə bilmərik. Və İmam Hüseyin əleyhissalatu vəssalamın dilindəndir ki, Kərbəlada Əli Əkbər ağanın meydana yola salanda buyurdu ki, ey mənim Allahım, şahid ol ginən ki, mən bu oğlumu yola salıram meydana, o qovmla, o zalimlərlə vuruşmağa, əşbəhən nas, xəlqən və xulqən və məntiqən bi rasulikə. Bu oğlum sənin Peyğəmbərivə oxşuyor. İnsanların içində ən çox Peyğəmbərə oxşayan, həm əxlaq baxımından, həm xilqət baxımından, həm məntiq baxımından Peyğəmbərivə oxşuyor. Və kunna, Həzrət buyurdu ki, o zaman ki biz sənin Peyğəmbərivə o görmək istəyəndə, o məhəbbət ki qəlbimizdə cilvələndə, o Peyğəmbəri görmək istəyəndə nəzərna iləyik. Bu oğlana baxırdıq, yəni Əli Əkbərə baxırdıq. Bəs bu kəşf eləyir, bu bizi belə yönəldir ki, Ağa Əli Əkbər əleyhissalam nə qədər Peyğəmbərə oxşuyurdu ki, həm məntiq, həm əxlaq, həm xilqət baxımından Həzrəti İmam Hüseyin əleyhissalatu vəssalam buyurur, biz Peyğəmbərə müştaq olanda, Peyğəmbəri görmək istəyəndə və nəzərna ilək, ona baxırdıq. Yəni, Əli Əkbər ağa haqqında çox söz danışmaq olar. Yenə də mən bu naqis dilimlə sizə yenə də bu rivayətləri nəql edirəm. O gördüyüm rivayətləri sizə nəql edirəm ki, biləsiz ki, Ağa Əli Əkbərin məqamı nə qədər uca idi. İmam Sadiq əleyhissalatu vəssalamdandır ki, biz keçən söhbətimizdə də qeyd eləmişdik ki, Həzrət buyurur, sallallahu əleykə və əla itrətikə. Əli Əkbər ağaya belə deyir, Allahın salamı olsun sənə və əhl-i beytüvə və babalarıva və analarıva və o babalar ki, Allah onları bütün nöqsanlardan, batini və daxili, zahiri nöqsanlardan, çirkinliklərdən pak eləyib və pakizə eləyibdir. Və yenə də ziyarət-i rəcəbiyyədə gəlibdir ki, deyirlər ki, İmam Hüseyin əleyhissalatu vəssalamı ziyarət eləyəndə mərhum Şeyx Abbas Qumi nəql eləyir, deyir ki, İmam Hüseyin əleyhissalamı ziyarət eləyəndə üzünüzü döndərin o qərbirə tərəf və belə deyin, Ağa Əli Əkbər ki, qəbri oradadır, ziyarət eləyəndə belə deyin, Əssəlamu əleykə əyyuhəs-siddiq, Ət-Təyyib, Əz-Zəki, Əl-Həbib, Əl-Müqərrəb və ibnur Reyhanətur Rasulullah ki, Həzrət bu sözləri deyir, deyin, bax, ziyarətnamanın bu hissəsindədir ki, mən qeyd elədim, Ağa Əli Əkbər məsum olmasa, amma onların cərgəsindədir və Həzrət buyurdu ki, وَجَعَلَكَمْ بِنَهْلِ الْبَيْتِ
və Ağa Əli Əkbərə bu işarədir ki, Allah səni Əhl-i Beytdən qərar verdi. Hansı Əhl-i Beyt? Əl-ləzinə əzhəbəllahu ənhumur ritsə və təhhərəhum təthira. O Əhl-i Beyti ki, Allah onları bütün zahiri və batini çirkinliklərdən pak elədi və onları mutəhhər elədi və Əli Əkbər ağaya bu xitabdır ki, və cəaləkə, Allah səni də onlardan qərar verdi. Yəni sən məsum da olmasan, amma onların cərgəsindəsən, onların sırasındasan. Yəni o məsumların cərgəsindəsən. Bir insan ki, məsumların cərgəsində ola, onların sırasında ola, bu böyük əzəmətli insan üçün. Bu böyük bir işdir. Yəni bir insan gəlsin özünü o qədər ali eləsin ki, o qədər gözəl əməl sahibi olsun ki, gəlsin özünü o cərgəyə daxil eləsin. Baxın, Ağa Əli Əkbərin dərəcəsi, məqamı bu idi. Və eyni zamanda Ağa Əli Əkbər əleyhissalatu vəssalamın baxın, əqidəsi nədir? Böyük alimlərdən mərhum Seyyid ibn Tavus və Şeyx Mufid, bu əzəmətli alimlər bunu nəql eləyirlər kitablarında. Deyirlər ki, Ağa İmam Hüseyin əleyhissalatu vəssalam ki, Kərbəlaya çatdı və orada Həzrət ki, öz yaxınlarına, övladlarına, səhabələrinə bildirdi ki, mən Aşura günü şəhadətə yetişərəm. Ağa Əli Əkbər belə bir söz dedi. Əfələsnə ələl-həq ya əbətə. Ata, biz haqq deyilikmi? İmam Hüseyin əleyhissalam buyurdu, bəli oğlum, biz haqqıq, biz haqq olaraq şəhadətə yetişərik. Onda Ağa Əli Əkbər belə dedi, İzən la yubali, la nubali bil mevt. Onda Əli Əkbər buyurdu ki, bizim ölümdən heç bir qorxumuz yoxdur, biz ölümə hazırıq. Baxın, bu hər adamın əqidəsi ola bilməz. Əgər bir insana desələr ki, sabah sən qətlə yetirilərsən, sabah sən şəhid olacaqsan, bu insan necə istiraba düşəcək, hansı əməlləri eləyəcək, hansı işləri görəcək, bu ürfüdə, cəmiyyətdə məlumdur. Amma Ağa Əli Əkbər atasından, imamından bunu sual eləyir ki, bizim şəhadətə yetişməyimiz, bizim sabah qətlə yetirilməyimiz haqq üzərindədir, yoxsa batil? İmam buyurur, bəli, biz haqq olaraq şəhadətə yetişərik, biz haqq olaraq qətlə yetirilərik. Onda Ağa Əli Əkbər buyurur ki, onda bizim ölümdən heç bir qorxumuz yoxdur. Bir ölüm ki haqqdır, o bizə şərəfdir. Bir ölüm ki Allah üçündür, o bizə şərəfdir. Onda ölümdən qorxmaq lazım deyil. O zaman ölümdən qorxmaq lazımdır ki, sən ömrünü hədər eləyərsən, sən ömrünü Allah üçün sərf eləməzsən, onda o ölümdən qorx. Çünki o ölüm sənə heç nə verməz. Amma bir ölüm ki haqq uğrundadır, şəhadətdir, o ölüm sənə hər şey verəcək. O ölüm səni əzəmətə mindirəcək. Ona görə də bəzi insanlar var, onlar həyatda yaşayırlar, amma onların heç bir faydası yoxdur. Onlar üçün fərqi yoxdur. Onlar diri ikən ölüdülər. Amma bəzi insanlar vardılar, onlar ölüdülər, amma dirilərdən qat-qat üstündülər. Ağa Əli Əkbər buna işarə elədi ki, əgər biz haqqıq, onda bizim üçün ölüm bir şey deyil. Onun üçün deyirlər ki, Ağa Əli Əkbəri Kərbəlada və qətəuhu irbəən, onu tikə-tikə doğradılar. Və Ağa Əli Əkbər çox da şücaətli idi. Gələn verilişlərimizdə Allah qismət eləsə, biz o barədə yenə də danışarıq. Allah bizim hamımızı Əhl-i Beyt tərəfdarı qərar versin və o məsumların getdiyi xəttdən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.